Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun inşallah. Amin tuşların davamı çəkirəm. İzah olacaq inşallah. Deyir ki, 61-ci sualda reaksiya üçün nə doğrudur? Burada yazıb ki, dipeptid alınır. Xeyr, demək alınan maddə CH3 NH3 xlor olacaq. Duz alınır, yəni. Azotun valentliyi 3-dən 4-ə keçir, bəli. Çünki burada azotun valentliyi artıq NH3-də 3 dənə, bir dənə də karbonla birləşib oldu 4 dənə. Yəni ki, 2, 3 doğrudur. C variantına uyğun gəldi. Reaksiya sxemi üçün hansı ifadə doğru deyil? Əvəzetmə reaksiyasıdır 1, bəli. Çünki 2, 4, 6 istiqamətində brom hidrogenləri əvəz edəcək, yəni. H brom alınacaq bir də 3 ədəd. Bromlu suyu rəngsizləşdirir. Birləşmə doğru olmayanlar istəyir. Birləşmə reaksiyasıdır, əvəz etmədi. Yalnız 3 D variantına uyğun gəldi. 63. Hansı sinif birləşmə molekulunda yalnız uyğun funksional qrup var? Demək, 1-də turşudur, 2-də nitrodur, 3-də amindir. Turşu, nitro, amin. Turşu, karbon turşuları, nitro birləşmələr, amin. Yəni D variantına uyğun gələcək. Hansı maddənin köməyi ilə anilin etilamindən fərqləndirmək olar? Demək, bromlu su, anilin bromlu suyu rəngsizləşdirir, amma etilamin rəngsizləşdirmir. Onun üçün də cavabımız elə A variantı olacaq. Çünki anilin amin benzoldur da, yəni. Onun üçün. Sonra, qaz halında olan hansı maddə doymuş aminlərin homoloji sırasının birinci nümayəndəsindən yüngül, lakin bunu lövhədə yazaq. Qaz halında olan hansı maddə doymuş aminlərin homoloji sırasının doymuş aminlərin birinci nümayəndəsi CH3 NH2-dir. Birinci nümayəndəsindən yüngül. Bunu da MR-in hesablasaq. Yəni 15 bu da 16, 31 elədi ümumilikdə. Bu isə MR 31 elədi. Asetilenin sırası karbohidrogendəki S2-dir, H2-dir, birinci nümayəndəsi. Bu da ki 26 eləyir, yəni 12 vur 2, üstünə 2. MR 26. Deyir 26-dan ağır, 31-dən yüngül olsun. Yəni 31 X-dən böyükdür, X-də 26-dan böyükdür. Bizdə də burada nə istəyir? Hansı qaz buna aiddir deyir. Baxaq görək. Oksigen burada 32-dir. 32 31-dən böyükdür deyə olmayacaq. Helium 4-dür, 26-dan kiçikdir. CH4 16-dır. Bu da hər ikisindən kiçikdir. Bura 28-dir. X-in yerinə 28 yazmaq olarmı? Bəli. Cavabımız D variantı edəcək. 66. Doymuş aminlərin birinci nümayəndəsində yüngül, lakin etilen sırası. Bir dənə burada fərq nədir? Buranı etilen sırası deyib. Birinci nümayəndə S2H4. Burada 28 eləyəcək artıq. Yəni 28-dən böyük, 31-dən kiçik olanı tapmalıyıq. Bu da yəqin ki, ya indi 29 ya baxacaq cavablara. Burada 28 plus 16 elədi 44. A variantı uyğun gəlmədi. Buraya 28 elədi. B də uyğun gəlmədi. CO da 28 elədi. Uyğun gəlmədi. S2H2 26 elədi. Uyğun gəlmədi. NO 30 elədi. 30-u bura yazmaq olar. X-in yerinə. Onun üçün də cavabımız Y variantına uyğun gələcək. Hansı reaksiya adi şəraitdə gedir? Bromlu suyu rəngsizləşdirmək adi şəraitdədir. Yəni 1 adi şəraitdədir. 2 adi şəraitdə benzol gedə bilməz, amma anilin amin qrupun təsiri altında 2, 4, 6 istiqamətində əvəz etmə adi şəraitdə gedəcək. Yəni 1, 3 olacaq cavabımız burada. Sonra
68-də doymuş alifatik ikili aminin yanmasına alınan qazla əhəng suyundan keçdikdən sonra 22,4 litr qaz sistemdə qaldı. Yəni ki, aminləri yandırdığımız zaman hansı qazlar alınır? Aminlər, yəni CnH2n plus 1 NH2-ni yandırdığımız zaman əmələ gələn qaz karbon qazı, azot və su olacaq. H2 olacaq. Sonra burada indi karbona görə hərəkət n dənə karbon buradadır. Sonra azotumuz burada 2-də 1 düşər qabağına. Ki mən daha bunun qabağına əmsal atmaq istəmədim də, bu hissəyə əmsal atmaq istəmədim. Onun üçün də bu azotun qabağını 2-də 1 atdım. Hidrogenlərimizin sayı 2n plus 1 2n plus 3 eləyəcək. 2n plus 3 burada da 2-yə bölsək bunu elə 2n plus 3 böl 2 qalar. Bizə ora lazım deyil. Yəni ki, sonsuzdur, lazım deyil. Biz sadəcə elə azota görə hərəkət edəcək. Bunun 90 qramından nə qədər alınıb deyir? 22,4 litr alınıb. Normalda 14n plus 17-sindən 2-də 1 idi axı bura. 0,5 mol eləyir. Bu da 11,2 litr eləyir. Litrlə yuxarını verdiyinə görə gərək aşağında litrlə yazaq. Onda 14n plus 17 bərabərdir 45 edəcək. Tənasübü həll etsək. 14n bərabərdir 45-dən 17 çıxsaq 28 qalır. N-imizin qiyməti çıxır 2. Keçiddən sonra amini müəyyən edin. Doymuş alifatik ikili amin deyir. Burada da buna diqqət eləmək lazımdır. İkili amin. İkili amin olduğu zaman o deməkdir ki, yəni buna 2 dənə radikal birləşib. Cavabımız A variantına uyğun gələcək burada. 69. Doymuş alifatik amin X, Y, Z. Eyni şəraitdə H-xlorla reaksiya sürəti növ1, növ2, V1, V2, V3 verib. Sonra da bizə deyir ki, sürətlər müqayisəsi belədirsə, amillərin əsasiliq xassəsi. Yadımızda saxlamaq lazımdırsa, əsasiliq xassəsi nə qədər yüksəkdirsə, sürət bir o qədər böyük olacaq. Demək, ən yüksək əsasiliq xassəsi Y-dədir, sonra gəlir V1, yəni X-dədir, sonra da ki, Z-dədir. Onun üçün də YX, Z cavabımız əsasiliq xassəsi artma sırasıdır, yəni əksinə Z, X, Y olacaq. Z, X, Y, Z variantına uyğun gələcək. 70-ci sual. Demək, metilamin üçün hansı ifadə doğru deyil? Xlorid turşusu ilə metilammonium xlorid əmələ gətirir. Metilammonium xlorid əmələ gətirir. Bəli. Çünki birləşir. Metilammonium xlorid əmələ gətirəcək. Doğru deyilləri istəyir. Ammoniaka nisbətən zəif yox, qüvvətli əsasdır. 2-ni götürərik. Suda məhlulun rəngini göyərdir. Bu da doğrudur. Yalnız 2A variantına uyğun gələcək 70-ci sualımız. Bəli. Fenol və anilin. Fenol və anilin. Suda yaxşı həll olur. Brom2 ilə reaksiya daxil olurlar. Brom2 ilə reaksiya daxil olurlar. Hər ikisi daxil olur. Hansı ifadə doğru? Fenol və anilin üçün hansı ifadə doğrudur? Hər ikisi, demək, suda yaxşı həll olur, bir yanlış. Brom ilə reaksiya daxil olurlar. Hər ikisi daxil olur. Aromatik birləşmələrdir. 3-də hər ikisi aromatik, yəni benzol halqası varsa aromatik birləşmə hesab olunacaq. Yəni ki, 2-3 D variantına uyğun gəlir. Hansı birləşmə etilən glikol, anilin, metilamin və propilen ilə reaksiya daxil olur? Etilən glikol 2 atomlu spirtdir. Anilin indi yazmışdıq.
etilen glikol CH2 OH OH. Ondan sonra anilin amin benzol, metilamin ve propilen. Yani CH2 qat rabitə CH CH3. Reaksiya daxil olur. H-xlor. Demək H-xlor etilen glikolla aminlər hamısından daxil olduğu cavab elə deyəsən A olacaq. Yəni digərlərinə baxaq. Misk hidroksid bir dənə etilen glikolla reaksiya daxil oldu. Ferum xlor 3 burada getməyəcək. Natrium OH bir dənə burada etilen glikolla reaksiya daxil oldu. Gümüş heç biri ilə, yəni cavabımız elə yenə dediyimiz kimi H-xlor oldu ki, bunlarla duz əmələ gətirdi. Burada OH-larla xlorlar əvəz olundu. Burada da ki, birləşmə reaksiyasına daxil oldu. Yəni 72 A variantına uyğun gəlir. Hansı ifadə etilamin üçün doğru deyil? Etilamin yəni CH3, CH2, NH2 üçün doğru deyil. Lakmusun rəngini göyərdir. Ondan sonra dimetilaminin izomeridir. Bəli, çünki dimetilamin təsəvvür edin. Burada hidrogeni silin. Bir dənə də burada CH3. Burada karbon sayıları əsasında 2 dənə var. Bəli. İzomerdir. Amoniakda qüvvətli əsasdır. Doğrudur. Metilaminin homoloqudur. Bu da doğrudur. 1 mol yandıqda 1 mol azot əmələ gələ bilməz. Çünki bunun tərkibində 2 dənə azot var. Amma bunun tərkibində isə 1 dənə azot var. Onun üçün da cavabımız 7, yəni 0,5 mol əmələ gəlməli idi. Ammonium xlorid, etilamin və gliserin məhlullarını bir-birindən nə ilə fərqləndirmək olar? Ammonium xlorid, etilamin və gliserin məhlullarını bir-birindən nə ilə fərqləndirmək olar? Lakmus kağızı etilamin bir dənə təsir eləyəcək. Ammonium xlorid, turş mühit, gliserin də ki, ümumiyyətlə mühit göstərməyəcək. Elə cavab variantı olar. Niyə? Çünki ammonium xlorid zəif əsas qüvvətli turşu məhluludur. Lakmus qızarar. Etilamin məhlulu demək əsası xassə göstərir. Məhlul kağız göyərəcək. Gliserin isə çox atomlu spirtdir və lakmusa təsir eləmir. O da ki, belə. Yəni, lakmusun rəngi dəyişməyəcək. Metan, metilamindən ibarət 5 litr qaz qarışığının yanmasına 1 litr azot qazı alınmışsa ilkin qaz qarışığında metanın həcmini müəyyən edin. Metilamin 3 olacaq burada cavab. Yenə belə deyək də. CH4-dən zaten azot alınmır. Biz demək metilaminə görə hərəkət eləməliyik. CH3, NH2. Sürətli hesablamaq əgər, yəni məsələn həlli tələb olunmursa, burada N2-dirsə, bu deməkdir ki, burada bundan 0,5 dənə götürməliyəm ki, bura N2 olsun. İndi mənə deyir ki, bundan 1 litr alınıbsa, bura nə qədərdir bilmirəm. Amma bunun 0,5-indən 1 litr azot alınır. 0,5 dirəm, yəni ikisindən üzr istəyirəm. Ya bura 2 atam. Ki, bu N2 olsun. Onda bunun ikisindən 1 alınırsa, elə bu X-də 1 çıxacaq. 2 çıxacaq. X2 çıxacaqsa, onda burada 3 litr qalır. 3 litr C variantına uyğun gəlir. Etan və etilamindən ibarət 10 litr qaz qarışığı. Burada bir dənə fərq budur ki, bura C2H5 olacaq. 4 litr azot qazı alınıbsa, 4 litr alınıbsa, bura 8 litr olacaq. Yəni 2 dəfə çox olacaq. Demək 2 litrdəki etan olacaq. Cavab C variantına uyğun gəlir. 77. Demək 77-də 61,5 qram nitrobenzolun reaksiyası zamanı 37,2 qram anilin alınmışdır. Bu onsuzdur 1-in 1-ə nisbətindədir. Yəni C6H5NO2-dən hidrogenləşməsi də reaksiyanı yazmıram. Elə C6H5NH2 alaram. Yəni 1-in 1-ə nisbətindədir. Yəni 123 qramından 93 qram alıram. İndi 61,5 qramından nə qədər alaram? Çünki məndən praktik çıxımı soruşur. Bu deməkdir ki, burada əmələ gələn məhsul, bu hissədə əmələ gələn
Bunu biraz aşağı verək. Yəni bu hissədə əmələ gələn 37,2 qram tam çıxım deyil də, 100% çıxım deyil. Yəni o praktikdir. Praktik kütləni verib mənə. M praktiki verib. Yəni belə deyək, M praktik bəllidir. Mənə M nəzəri lazımdır. Bura M nəzəri yazsaq X-in yerinə M nəzəri. Praktik bizə verib 37,2. M nəzərini də buradan hesablasaq, M nəzəri 61,5-dən 93-ün yarısı 46,5. Buradan da praktik çıxım hesablasaq, alfa bərabərdir 37,2 bölünsün 46,5 vurulsun 100. Bu da nə qədər eləyir? Təqrib olaraq demək 85% eləyər çox ehtimal. %80. 80% edir. 8,5-in 48,6-ın düzdən. Y variantı. Uyğun gəlir bura. Bu belə. Sonra trimetilamin, propilamin və metilamindən ibarət olan qarışığın metiletilamindən ibarət qarışığın 295 qram artıqlaması yutulmuş xlor duzla təsir etdiyi neçə qram duz qarışığı alınır. Burada diqqət ediləsi məsələ nədir? Trimetilamin, propilamin və metiletilaminin hamısının ümumi formulu C3H9N'dir. Yəni belə deyək, C3H9N'dir. Yəni 59 qramdan 95,5 alınır. 59-dan 95,5 qram alacaq. Çünki nisbət eynidir də. Nə eləyəksə bu eynidir. 295-dən də x qram alınır. X bərabərdir. 295 ilə 59 ixtisar gedir 5 dəfə. 5-i də 95-ə vursaq 477,5 qram edir. B variantına uyğun gələcək. Metilamin və anilin üçün ümumi olan nədir? Ümumilikdə 295 qram edir. Metilamin və anilin üçün ümumi olan nədir? Metilamin və anilin üçün ümumi olan nədir? Metilamin CH3NH2-dir. Anilin də ki C6H5NH2-dir. Suda həll olmaları, birli amin olmaları, molekulunda azot atomunun oksidləşmə dərəcəsi. Yəni, demək, biri suda həll olur, biri yox. Birli amin olmaları, birli amin, hər ikisi birli amindir, ikini götürərik. Molekulunda azot atomunun oksidləşmə dərəcəsi hər ikisində -3-dür. Bəli. Yəni, anilin suda həll olmur. Cavabımız 2-3. A variantına uyğun gəlir cavabımız. 80. C6H6 üzərinə HNO3 gəldiyimiz zaman nitro birləşmə alınır. Yəni, nitrobenzol alınır. Öyle məhsulları birbaşa burada yazaram. Yəni, X-imiz C6H5NO2 edir. Sonra üzərinə H gəldikdə Y maddəmiz C6H5NH2 edir. Sonra bunun üzərinə H xlor gəldikdə C6HNO3 H xlor deyəndə, yəni xlor alınır, duz alınır. Azotun valentliyi 4-dür, oksidləşmə dərəcəsi elə -3 olacaq. Yəni valentliyi 4-dür, NH3 4 dənə tərəfdən birləşmə əmələ gətirib, biri donor akseptor oldu H xlordakı. Digərləri bura karbondur, buradakı hidrogen, hidrogen. Bu nəticədə burada azotun oksidləşmə dərəcəsi -3, NH4 olduğu kimi valentliyi 4, -3, 4 valentlik cavab Y variantına uyğun gəlir burada. Metilamin və amonyak üçün hansı ifadələr doğrudur? Metilamin və amonyak üçün hansı ifadələr doğrudur? Əsaslı qabiliyyətləri eynidir. Yalan danışdı. Çünki metilaminin əsaslı qabiliyyəti amonyakdan
çoxdur. Doğru ifadələr istəyir. Bir yanlış. Yanma məhsulla əhəng suyunu bulandırır. NH3-də karbon qazı yoxdur ki, bulandırsın. Onun üçün də bu da yanlışdır. Doğru ifadələr istəyir. Hər ikisində azotun valentliyi 3, oksidləşmə dərəcəsi -3-dür. Bəli, bəli. O da ki, yalnız 3 D variantına uyğun gəldi 81-də. Amonyak üçün hansı ifadə doğru deyil? Yenə eyni sual tipidir. Suda məhlul indikatorun rəngini dəyişir. Yanma məhsulla əhəng suyunu bulandırır. Biri bulandırır, biri bulandırmır. Qələmlər reaksiyaya daxil olur, daxil olmurlar. 2-3. Cavabımız A variantına uyğun gəldi. Çünki hər ikisi əsas olduğuna görə qələmlərlə reaksiya daxil olmaz. Anilin üçün hansı ifadə doğrudur? Yəni C6H5NH2 üçün zəif əsasi xassəlidir. Ümumiyyətlə bu əsasi xassəlidir, amma lakmusun rənginə təsir eləmir. Bromla reaksiya daxil olur, olur. 1-2 doğrudur. Nitrobenzolun oksidləşməsindən yox, reduksiyasından alınır. Çünki hidrogen gəlirik, azotun oksidləşmə dərəcəsi NO2. Belə deyək, orada müsbət 3-dən, yəni burada C6H5NO2-dir əlbəttə ki, düşür C6H5NH2 -3-ə. Reduksiya olunur, oksidləşməsindən yox, reduksiyasından alınır. Doğru deyil, yalnız 3 E variantına uyğun gəldi. Hansı ifadə anilin üçün doğrudur? Aromatik əmindir. Bəli. 1 molu 22,4 litr həcm tutur, qaz deyil. 1 molun yanmasında 3,5 mol su alına bilərmi? Tərkibindəki hidrogenlər 5 dənədir. 5 dənə hidrogen də ki 2,5 mol su əmələ gətirə bilər. Anilin deyir, nitrobenzol, C6H5NH2 7 dənə hidrogen var. Bəli, 7 dənə hidrogen varsa 3,5 dənə su əmələ gələcək ki, bu da elə 7 eləyir. 3 də doğrudur. 1-3. 1-3 Y variantına uyğun gəldi. Demək, C2H5NH2 üzərinə H xlor gələndə burada alınır C2H5NH3 xlor. Təzədən üzərinə natrium OH gələndə C2H5NH2 alınır. Yenə anilin alınır. Su gəldikdə isə C2H5NH3OH. Elə A variantı bir şifahi deyək. Hansı maddənin hidrogenlə reaksiya məhsulu natrium OH məhsuluyla reaksiya daxil hansı maddənin hidrogenlə reaksiya məhsulu natrium OH-la reaksiya daxil olmur ki, bu əsasi xassəli olmalıdır. Demək, hidrogenlə reaksiya daxil olduqdan sonra burada doymuş birləşmə alınır. Yəni, cavab C variantına baxsaq, əsası, yəni ki, burada anilin alınır, natrium OH ilə də reaksiya daxil olmur. Amma A variantı niyə olmadı? Çünki burada CH3, CH2, xlor, natrium OH ilə reaksiya daxil olduqda indi bu məhlulu dediyinə görə suda məhlulu spirt alınacaq. Burada da ki, hidrogenlə reaksiya daxil bu turşudur. Turşu ümumiyyətlə natrium OH ilə reaksiya daxil olacaq. Burada da yenə bayaqki kimi spirt alınacaq. Yəni, bura OH gələcək məhlulunda. Bu da turşudur. Reaksiya yenə daxil olacaq. Cavabımız C variantı. Üzrlə hesablayayım. 87. CH3CO natrium plus natrium OH. Burada alınır CH4 plus natrium karbonat. Aha. Burada natriumla reaksiya daxil olanda əmələ gətirir HCO, natrium plus H2. Burada da ki C6H5NH2-dir, olur C6H5NH3 xlor. Reaksiya üçün ümumi olan nədir? Hidrogen ayrılır, gördük ki, bir dənəsində ayrıldı, doğru olmadı. Qaz halında maddə alınır, bir dənəsində hidrogendə, yox, bir dənə də CH4-də qaz alındı. Bura zaten bəlkə də artıq duzdur. Getdi, birləşmə reaksiyalarıdır. Yəni, görürük ki, əvəz etmə falan var.
Olmadı. Duz alınır. Duz alındı. Duz alındı. Duz alındı. Üçündə də duz alındı. Cavabımız D variantına uyğun gəlir. Maddələrin əsası xassasının artma sırasını göstərin. Demək, dietilamin, yəni ki, radikalların sayı nə qədər amin qrupunun ətrafında çoxsa, bir o qədər əsasiliyi çoxdur. Birinci 4 gəlir, sonra 2 etilamin, amoniak, sonra fenilamin. Fenilamin amin benzol, yəni ki, benzol halqası çoxaldıqca əsasiliyi azalır. Onun üçün də fenilamin ən zəif əsasi xassəlidir burada. 4, 2, 1, 3. 4, 2, 1, 3-dəki C variantına uyğun gələcək. 89. Doymuş alifatik monoamin karbon atomlarının sayı hər ikisində bir əsaslı karbon turşusuna eynidir. Birinin kütləsi M-dir. X-i tələb edir bizdən. Doymuş alifatik monoamin CnH2n plus 1NH2. Bu nömerini hesablayanda 14n plus 17 çıxır. Bu da deyir M-ə bərabərdir. Doymuş bir əsaslı karbon turşusu CnH2n o 2-dir. Bu da 14n plus 32 edəcək. 14n plus 17 M-dirsə, 14n plus 32 17-dən 15 vahid çoxdur. Yəni bu hissəni 14n plus 17 plus 15 kimi yazsaq, buranı M qəbul eləsək, onda M plus 15 olacaq X-imiz. B variantına uyğun gələcək. 90-da eyni xüsusiyyətdir. Sadəcə alkenlə müqayisə eləyir bu hissəni. Alken CN H2N, bu da eləyir 14N. 14N-dirsə, buranı zaten yenə M verib, 14N bundan minus 17 qədər az olduğundan, yəni buranı plus 17, minus 17 yazsam, buranı M minus 17 edərəm. Yəni 17 vahid azdır. O da ki, C variantına uyğun gələcək. İnşallah ki, davamı olacaq. İzlədiyiniz üçün təşəkkür edirəm. Allah'a əmanət qalın.